Salam değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün TAIM 2026 test toplusundan mövzu sınaq 22-nin izahatını verəcəyik. Suallarımıza keçid alaq. Burada qeyd edirik ki, katoliklər tərəfindən protestantlara qarşı kütləvi qətliam hadisəsi bu ərazidə baş vermişdi. Təbii ki, Varfolomey gecəsi hadisəsi baş verib, bu Fransa ərazisindədir. Fransada bir rəqəm göstərmiş ərazidədir. Burada da sualın doğru cavabı A variantında göstərilir. Digər bir sualda merkantilizm siyasəti ilə bağlı məlumatlardan biri yanlışdır. Müstəmləkə işğalları və ticarət əlaqələrinin inkişafı nəticəsində meydana gəlmişdir, doğrudur. Bu bizdən yanlış istəyir. 17-ci əsrdə iqtisadi sahədə meydana gəlmişdir, doğrudur. Bu siyasətlərə görə xalqın rifahı qızıl və gümüş ehtiyatından asılıdır, doğrudur burada. İxracı məhdudlaşdırmağa və idxalı artırmağa yönələn iqtisadi siyasətdir. Əslində, ixracı artırmağa, idxalı məhdudlaşdırma siyasəti yeridirdi. Ona görə də burada sualın doğru cavabı D variantı olar. Üçüncü suala baxırıq. Almaniyada dini müharibəyə son qoyulduğu ildə baş verməmişdir. Təbii, bu son qoyulduğu il 1555-ci il Augsburg sazişinə görədir. Həminki ildə baş verməmişdir. Lütferin tərəfdarların protestant adla verilməsi doğrudur. Qərbi Gürcüstanın Osmanlılara verilməsi Amasya müqaviləsinə verilib. Almaniyanın katolik kilsəsinin rəsmi olaraq bölünməsinin tanınması doğrudur. Səfəvilərin paytaxtı Təbrizdən köçürülməsi, bəli, Qəzvinə köçürülmə 1555-də Səfəvi Osmanlı müharibəsinin ilk mərhələsinin başa çatılması, Səfəvi Osmanlı müharibələrinin ilk mərhələsinin başa çatılması var. Paytaxtda Təbrizdən köçürülməsi var. Katolik kilsəsinin rəsmi olaraq bölünməsinin tanınması var idi. Burada Qərbi Gürcüstanın Osmanlılara verilməsinin təsdiqlənməsi, Lüterin tərəfdarlarının protestant adı verilməsi. Burada deməli, Qərbi Gürcüstan Osmanlılara verilməsi bu Amasya müqaviləsində verilmişdi. Təsdiqlənməsi. Burada A, Lüterin tərəfdarlarının protestant adlı verilməsi, yəni A uyğun deyil. Digər bir sualda qeyd edilir ki, digər bir sualımıza qeyd edilir ki, 4-cü İvana aid olan hadisəni müəyyən edin. Boyar Dumasının ləğv etməsi, bu yanlışdır. Moskva şirkətinin ləğv etməsi, bu da yanlışdır. Vahid Rusiya dövlətinin yaradılmasıdır. Vasilin dövründədir. 6-cı əsrin 30-cu illərində Çar titulunu 1547-də qəbul edib, bu da yanlış olar. Mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrə qarşı divan tutması, uyğun cavabımız E variantında göstərilib. Digər 4-cü suala baxanda burada qeyd edilir ki, reformasiyanın nəticələrinə aid deyil. Kapitalist iqtisadi sistemlərin əsası qoyuldu, doğrudur. Təhsilin kilsənin nəzarətinə keçməsi. Əslində, bu yanlışdır bu. Nəzarətin altından çıxmasıdır. Təhsilin dünyəvi mahiyyət daşıması doğrudur. Elmi araşdırmalar din təhsilindən azad oldu. Milli şuurun yaranmasına təsir göstərdi, doğrudur. Yine burada yanlış olan B variantıdır. 6-cı sualda xəritədə göstərilmiş dövlətlərdən hansı haqqında məlumat verilməmişdir? Pireneya yarımadasında yaranmış ilk dövlət idi. Pireneya yarımadasında yaranan ilk dövlət bu Portuqaliyadır. Bu var. Bu Pireneya yarımadasında yaranmış ilk dövlət idi. Yəni, belə deyək ki, Avropa dövlətlərindən yaranmış ilk dövlət. Məsələn, bu həmin ərazidə Kordova xilafəti olub. Ona görə bunu saxlayırıq. Bu ölkənin nümayəndələri Ümid burnunu kəşf elədi. Bu, deməli, Portuqaliya idi. Portuqaliya var. Təqib edilən Puritanların bir qismi Niderlanda, digər bir qismi isə oradan Amerikaya köçürdü. Bu İngiltərəyə aiddir. İngiltərə var. İngiltərə ABŞ müstəqilini bu ölkədə tanıdı. Deməli, təbii ki, bu Fransa arasında tanıyıb. Avropanın digər ölkələrə yayılan dini hərəkatdır. Reformasiya bu ölkədə başlayıb. Reformasiya burada Almaniyada başlayıb. Deməli, sualın doğru cavabı İspaniya olmalıdır. İspaniyada B variantında deməli göstərilmişdir. Deməli, burada 6-cı sualın cavabı B variantı olur. Digər bir sualda, 7-ci sualda qeyd edilir ki, aşağıdakı cədvəldə hadisələrin hansılarının yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Kəndi müharibəsinin başlaması 1524, Katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul edildi 1555, Fransa kralının etiqad azadlığı haqqında
qərar qəbul etməsi 16-cı əsrin sonlarıdır. Parisdə katoliklərin protestantlara qarşı kütləvi qiyam törətməsi 1500 deməli kütləvi qiyamın olması götürülür. 1572, 30 illik müharibənin başlaması 1618. Deməli, burada kəndi mübarizəsi 24, katolik kilsəsinin bölünməsi 55, dini etiqad azlığı qanunu 16-cı əsrin sonları, Parisdə katoliklərin protestantlara qarşı kütləvi qətliam törətməsi isə 1572-dir. Deməli, 3-4-ün yerini dəyişsək, düzgün xronoloji ardıcıl alınır 7-ci sualda. Və növbəti 8-ci suala baxaq. 8-ci sualda qeyd edilir ki, hadisə nəticə əlaqəsi pozulmuşdur. Yəni, biz burada yanlış cavabı götürməliyik. Kartof və qarğıdalının Avropanın bir çox ölkələrinə yayılması, Avropada yalnız taxıla əsaslanan qida təminatı probleminin aradan qalxması, Portuqaliyaya kifayət qədər əhalisi iqtisadi cəhətdən gücünün olmaması, onların müstəmləkə siyasətinin bir çox Avropa dövlətlərindən geridə qalması, şərqə doğru hərəkət edən Portuqallar Zond və Moluq adalarını tutaraq Çin və Yaponiyanı müstəmləkəyə çevirdilər. Bu yanlışdır, biz bunu doğru götürəcəyik. Osmanlı türklərinin Avropada fətlərinin davam etməsi Avropalıların ənənəvi quru yolu ilə şərqə ticarət əlaqələri zəiflədi. Türklərin Avropa fətlərini davam etməsi ənənəvi quru yolu ilə şərqə ticarət əlaqələri zəiflədi. Bu doğrudur. D-ni biz çıxardarıq, D olan variantları çıxırıq. Kompasın kəşf olması Avropalı açıq dənizə çıxmasını təmin etdi. Y də doğrudur, Y də doğrudur. Deməli, sualın doğru cavabı olmalıdır. A ilə C, yəni D variantında öz əksini tapmışdır. 9-cu suala baxırıq. Verilənlərin neçəsi Almaniyada reformasiya hərəkatının başlamasının sosial səbəbidir. Burada sosial səbəb deyir. Güclü hökmdar hakimiyyətinin olmaması. Bu siyasi səbəbdir. Katolik kilsəsinin Almaniyanın latinlaşdırmasına təsir göstərməsi. Bu da yanlışdır, latinlaşdırması. Xarici bazarlarda Almanya, İngiltərə və İspaniyadan geri qalması da yanlışdır. Dini ayinlərin Latin dilindən məcburi dilə çevrilməsi. Dini ayinlər vasitəsilə məcburi dilə çevrilməsi. Papanın gəlirlərini artırmaq üçün məhkəmə və dindən istifadə edilməsi. Məhkəmə və dindən. Bu ikisi ola bilər, bəli ki, doğru cavabımız var burada. Dini ayinlər vasitəsilə Latin dilinin məcburi dilə çevrilməsi, papanın gəlirlərini artırmaq üçün yeni dindən istifadə edilməsi. Yəni, 2 doğru cavabımız olur. Burada D variantı. 10-cu sualda klassik feodalizm dövrünə aid olan hadisəni müəyyən edin. Anglikan kilsəsi 16-cı əsrdə yaranıb, düşmür. 11-15-dir klassik feodalizm. Protestant knyazlara etiqad azadlığı 1555, bu da 16-cı əsrə düşür. Protestantlara qarşı kütləvi qətliam 1572-ci ilə düşməz. Karavellaların ixtira olunması 15-ci əsrdədir. Deməli, klassik feodalizm dövrünə aid olan karavellaların icad olunması. Magellanın dünya səyahəti də 16-cı əsrə düşdüyü üçün klassik feodalizm dövrünə aid deyil. Deməli, D variantı uyğun cavab olur. Növbəti 11-ci sualda Rusiyada zadəganların imtiyazlı təbəqə çevrilməsini rəsmiləşdirdi. Təbii ki, bu da Yekaterinanın dövründə. Hətta onları cismani cəzalardan da belə azad etmişdi. Buna görə də A variantı uyğun cavabdır. Digər deməli suala baxsaq, burada qeyd edilir ki, xəritə və cədvələ əsasən düz cavabları müəyyən edin, doğru cavabları müəyyən edin. 1-4 30 illik müharibədə əsasən mübarizə bu dövlətin hökmdarları arasında gedirdi. 30 illik müharibə əsasən mübarizə bu dövlətlər arasında gedirdi. 1-3-4 Almaniya, deməli, burada İspaniyada göstərilib. 3 Fransa, Almaniya arasında. Bunu saxlayaq. 2-5 böyük coğrafi kəşflərdən sonra Asiya ölkələri ilə ticarət bu limanlarda cəmləşmişdi. 2-5 İngiltərə və digər 5 Portuqaliya bu limanlarda cəmləşmişdi. Ola bilər bu. Asiya ölkələri ilə əlaqələr bəli doğrudur. 2-3-4 xaç yürüşlərinə rəhbərlik etmişdilər. 2-3-4 3-cü xaç yürüşlərinə rəhbərlik etmişdilər. Bu da doğrudur. 3 də ola bilər. 3 də doğrudur.
Habsburqlar sülaləsi tərəfindən idarə edilmişdir. 1, 4, 5. 1, 4, 5. 5 deməli Habsburqlar sülaləsi tərəfindən idarə edilmişdir. Portuqaliyaya aid deyil bu. Yanlışdır bu. 4'ü çıxardırıq, 4'ü çıxırır. 1, 2, 3 reformasiya hərəkatının qalib gəldiyi ölkələr olmuşdur. 1, 2, 3. 1. İspaniya deyil. Yanlışdır bu. 5 də çıxır. 5 də yanlışdır. 30 ilin müharibəsi mübarizə edən dövlətin hökmdarları arasında gedirdi. 1, 3, 4. Bəli. Yəni burada katolik də var, protestantlar da var. A variantı uyğun cavab olar. Yəni A variantını doğru cavab götürürük. 13-cü sualda gedirik ki, çəlib uyğunluğu müəyyən edin. Deyək ki, müqəddəs Sofiya kilsəsinin qarət olunması bu ola bilər çəlibçilərin şərqə yüşü. Sofiya kilsəsinin qarət olunması doğrudur. Bizansa yüşü irəlisinə. Bizansın dəstək verməsinə baxmayaraq ikinci xaç yüşü məğlub. Bizans dəstək vermədi 2-yə. Ona görə 2-də B olan variantları silirik. 2-də B olan variantları yığışdırırıq. Onda cavabımız məlumdur ki, bir də AC Papa tərəfindən yeni vergilərin təyin edilməsi, yürüşün məsəfini qarşıladı. Sonra 2-də deməli, 1-də B variantını götürmədik. Bizansın dəstək verməsinə baxmayaraq xaç yürüşü məğlub. Dəstək vermədi. 2-də B yanlışdır. 2-də A olan variant. Oxşar cəhət. İşğala itirdi, bütün torpaqları itirdilər, ümumi itirdilər, doğrudur. İşğal nəticəsində Avropada xaçlı dövlətləri yarandı. Avropada deyil, 11-ci əsrin sonlarında başladı. 11-ci əsrin sonlarında rekonkista başlamayıb. Elə burada da BC variantı Qranada əmirliyinin süqut etməsiyle bütün Pireneya yarımadası İspan krallarına keçdi. Doğrudur. Navarranın bölüşdürülməsində İspaniya və Portuqaliya kralları iştirak etdi. Bəli, bu da düşür. Deməli, burada C variantı uyğun cavab olacaqdır. 13-cü sualda. 13'ə baxdıq və növbəti 14-cü suala baxsaq. 14-cü suala. Burada qeyd edilir ki, Anglikan kilsəsindən fərqli olaraq Luteran kilsəsi reformasiyanın gedişində meydana gəlmişdir. Demək, hər ikisi reformasiyanın gedişində yaranıb. Bu düzgün götürməz. 15-ci əsrdə meydana gəlmişdir. Xeyr, 15-də meydana gəlməyib. B də yanlışdır. Almaniya arasında meydana gəlmişdir. Bəli, bunu götürə bilərik. Kalvin kilsəsi Fransada katoliklə yanaşı rəsmiləşdirmişdi. Bu da doğrudur. 16-cı əsrdə meydana gəlmişdir. Bu ortaq cəhətdir. Götürməli. Jean Calvin tərəfindən yaradılmışdır. Bəli, bu da doğrudur. Deməli, C və AC. O doğru cavabımız E variantında verilmişdir. Növbəti 15-ci sualda cədvəldə sxemi tamamlayın. Sərib yürüşləri, coğrafi kəşflər. Bunların ortaq cəhəti. Şərq ölkələri ticarət Aralıq dənizdə cəmləşdi. Bu yanlışdır. Böyük coğrafi kəşflər nəticəsində ticarət əlaqələri dəyişilmiş oldu. Deməli, digər uyğunluğu müəyyən edin. Burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. Böyük coğrafi kəşflərdən sonra Venesiya ilə ticarət əlaqələrindən kənarda qaldı. Daha doğrusu səlib və xaç yürüşlərinin şərq ölkələrinə bağlı deyil. Avropada isə bitkilərlə tanış oldu. Yeni bitkilər. Avropa isə yeni bitkilərlə tanış oldu. Coğrafi kəşflər, səlib yürüşləri. Əsas məqsədi İsa'nın qərbini azad etməsi C yanlışdır. Ərəblərin Hindistandakı ədviyyat ticarəti Portuqallarına keçib, bu da yanlışdır. Dünya müstəmləkəçi sistemin əsası qoyuldu. Yanlışdır. Burada B variantı düzgün cavabdır. 16-cı sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Deməli, burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. Böyük coğrafi kəşflərdən sonra Venesiya ilə ticarət yollarından kənarda qaldı. Böyük coğrafi kəşflərdən sonra Venesiya ticarət yollarının kənarda qaldı. Doğrudur. Asiya ölkələri ilə ticarət Niderland, İngiltərə və Portuqaliya limanlarında cəmləşdi. Doğrudur. Ticarətin genişlənməsi müstəmləkə işğallarına şərait yaratdı. Bu da doğrudur. Deməli, yanlış cavab olduğu üçün səhvdir. Böyük coğrafi kəşflərdən sonra ticarət yolları dənizlərdən okeanlara keçdi. Əslində, böyük coğrafi kəşflər dənizlərdən okeanlara keçdi. Bu doğrudur.
Bizdə isə yanlış cavablar istədiyi üçün bunu götürmürük. Deməli, sualın doğru cavabı 1-nin 2 C variantı olur. 17-ci sualda qeyd edilir ki, xronoloji ardıcılığı müəyyən edin. Kulikova 1380, Uqra görüşü, Əhməd xanım Moskva 1480, 4-cü İvanın böyük knyaz titulunun taxtına əyləşməsi 1533, Toxtamış xanım Moskvanın sonra yandırması 1382, 4-cü İvanın çar titulunu qəbul etməsi 1547. Deməli, ardıcılıq bu cür olur ki, 1, 2, deməli 3, 1, 2, 4, daha doğrusu Moskvanın Toxtamış xanım tutulması, 1, 4 daha doğrusu olur. Toxtamış xanım Moskvanın tutması 1382-də olduğu üçün 1, 4, deməli 2, 3, 5, 1, 4, 2, 1, 4, 2, 3, 5, doğru cavabımız B variantında verilib 17-ci sualda. Və 18-ci suala baxaq. Eyler-Venn diaqramını tamamlayın. Augsburg sazişi, Vestfaliya sazişi. Avropada ən böyük sülh konfransı Vestfaliyadır. Abəndigi Vestfaliyaya gedəcək. İlk dəfə olaraq Avropada dövlətlər arasında müqavilə Papanın imzasına ehtiyac duyulmadı. Papanın imzasına ehtiyac duyulmadı ilk dəfə olaraq. Dini müharibəyə son qoyulmuşdur. Dini müharibəyə son qoyulmuşdur. Augsburg sazişində də Vestfaliyada deməli dini müharibəyə son qoyulmuşdur. İlk dəfə olaraq Almaniyada katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul olundu. Bir də D olmalıdır. Deməli, bir də D. Burada baxırıq. Avropada müharibələr dövrü rəsmən başa çatdı. Müharibələr dövrü rəsmən başa çatdı. Avropada müharibə. Y heç birinə aid olmaz. Ona görə Y variantlarını aradan çıxardırıq burada. Bir də olur. Avropada ilk dəfə sülh konfransı. Bir də A bəndi ola bilməz. Bir də olmalıdır D bəndi. İlk dəfə olaraq katolik kilsənin bölünməsi. 2-də olmalıdır AB. Papanın imzasına ehtiyac duyulmadı. Bəli, AB olmalıdır. 3-də də C variantı. Dini müharibəyə son qoymuşdur. Uyğun cavabımız Y variantında verilir. Digər sualda daha sonra baş vermişdir. Səlibçilərin Konstantinopolun ələ keçirilməsi 1204 Aralıq dəniz sahillərində xaslı dövlətləri meydana gəlmişdir. Xaslı dövlətləri meydana gəlmişdir. Deyək ki, 11-ci əsrdə başlayır. Vahid İspan Krallığı yarandı 1479. Katolik kilsəsinin rəsmi olaraq parçalandı 1555. Türk axınlarına qarşı dura bilməyən Pravoslav kilsəsinin papadan davamlı olaraq yardım istəməsidir və peçeniklərinə bağlı. Pravoslav kilsəsinin papadan davamlı olaraq yardım istəməsi. Deməli, burada daha sonra baş verən hadisəsini qeyd edilirsə, peçeniklərin yürüyüşlərinə bağlı ola bilər 1091. Daha sonra baş verən hadisəni qeyd edilirsə, burada katolik kilsəsinin rəsmi olaraq parçalanması olar. Yəni D variantı daha sonra baş verir. Çünki səlibçilərin Konstantinopol tutması uyğun deyək ki 1204-dür. Aralıq dəniz sahillərinin xaslı dövlətlər meydana gəlməsi 11-ci əsr, İspan Krallığı 1479, katolik kilsəsinin bölünməsi 1555, Türk axınlarına qarşı dura bilməyən Pravoslav kilsəsinin papadan yardım istəməsi. Yəni bu da 1091-dir. 30 illik müharibə nəticəsində Qərbi Avropada üstünlüyünü itirmiş dövləti müəyyən edin. Təbii ki, burada İspaniyadan Fransaya keçir. Üstünlüyünü itirir İspaniya. Doğru cavabımız B variantıdır. Diqqətiniz üçün təşəkkür ederim.